Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Rayonlarımızda da temperatur aşağı inəcək. Belə hava yaxın bir neçə gün ərzində də müşahidə olunacaq. Mütəxəssislərin fikrincə, havanın temperaturunun dəyişməsinə insan orqanizmi fərqli reaksiya verir. Temperatur düşdükcə bədən istilik tarazlığını qorumaq məqsədi ilə daha çox işləyir. Yeni mühitə adaptasiya olmaq üçün əlavə enerji sərf edir. Bu da bədənə əlavə stres və gərginlik gətirir. Bəzi insanlarda, xüsusən də meteohəssas şəxslərdə, ürək-qan damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə, şəkərli diabet, qalxana bənzər vəzi xəstəlikləri olanlarda bu adaptasiya prosesi daha çətin keçir. Belə şəxslərdə baş ağrısı, halsızlıq, yorğunluq, gərginlik, diskomfort, nevroloji statusun dəyişməsi halları müşahidə oluna bilər. Belə olduqda isə müəyyən məqamlar diqqətə alınmalıdır. Ona görə də bu insanlar mütləq şəkildə mövsümi xarakter geyinilməlidir. Havanın temperaturuna uyğun olaraq paltar seçimi olunmalıdır. Bol miqdarda maye, su içilməlidir. Ağır qidalardan uzaq durulmalıdır. Xüsusən də xroniki xəstəlikdən əziyyət çəkən insanlar havanın temperaturunu dəyişməmişdən öncə mütləq həkiminə müraciət edib müalicələri yenidən nizamlanmalıdır. Həkim nəzarəti olmadan, həkim qərarı olmadan dərmanın dayandırılması və yaxud dərmanın dozasının artırıb azaldılmasına isə qəti yol verilməməlidir. Bu dövrdə dediyimiz kimi bu insanlarda gərginlik, halsızlıq, baş ağrısı şikayətləri artarsa, xəstədə hər hansı bir simptomda ciddi qabarıqlıq varsa, bu zaman mütləq şəkildə həkimə müraciət olunmalı və yenidən müayinələri həyata keçirilməlidir. Havadakı dəyişiklik kənd təsərrüfatında da dəyişiklik yaradır. İnsan orqanizmindən fərqli olaraq kənd təsərrüfatına müsbət təsir edir. Havanın sərinləşməsi ilk növbədə bitkinin yüksək temperatur stresindən çıxmasına kömək edir. Həddindən artıq istilər zamanı bitkilərin su itkisi artır, fotosintez zəifləyir və bitkinin inkişafı ləngiyir. Lakin temperaturun normallaşması və aşağı düşməsi zamanı bitkilərin istilik stresi azalaraq daha sağlam inkişafına şərait yaranır. Əsas əkinlərdə, xüsusilə meyvə bağlarında, tərəvəz və yem bitkilərində suya tələbatın müəyyən qədər azalması torpaqda nəmlik ehtiyatının daha uzun müddət saxlanmasına və suvarma suyundan daha səmərəli istifadəyə imkan verir. Təkrar əkinlər üçün də mülayim temperatur əlverişlidir. Qarğıdalı, sorğo, darı, çəltik və digər bitkilərdə istilik stresi azalır, kök sisteminin fəaliyyəti və qida maddələrinin mənimsənilməsi yaxşılaşır. Bu da bitkilərin daha balanslı inkişafına və məhsuldarlığın formalaşmasına müsbət təsir göstərə bilir. Bundan əlavə, temperaturun aşağı düşməsi bəzi zərərvericilərin inkişaf sürətini zəiflədə və bitki mühafizə tədbirlərinin daha səmərəli aparılmasına şərait yarada bilər. Ümumilikdə, hazırki temperatur dəyişiklikləri düzgün aqrotexniki tədbirlər və davamlı monitorinqlər fonunda kənd təsərrüfatı üçün əlverişli imkan kimi qiymətləndirilə bilər.